Bugün Mama Mary'də səhər yeməyində olduq. Yeməkləri həm çox dadlı, həm də bol idi. Burada Gürcü mətbəxinin özünəməxsus dadını hiss etdik. Məkanın ab-havası da çox xoş idi. Rahat, səmimi və günə pozitiv başlamaq üçün ideal bir məkandır. Məkanın dekorları da xüsusi vurğulanacaq dərəcədə gözəl idi. Tam Gürcü üslubunda bəzədilmişdi. Gürcü musiqiləri isə ab-havanı daha da möhtəşəm edirdi. Restoranda ayrıca kabinet və otaqlar da var. Həm dostlarla, həm də ailə ilə rahat vaxt keçirmək üçün əla seçimdir. Gürcü mətbəxi və mədəniyyətini bir arada yaşamaq istəyənlər bura gəlsələr kifayətdir. Biz 2 nəfərlik səhər yeməyi seti götürmüşdük. Setə xama, bal, şor, qaymaq, çərəz qarışığı, kərə yağı, şokolad yağı, mürəbbə, türk paxlavası, Gürcü pendir çeşidləri, təzə pomidor xiyar, soyutma yumurta, qaynadılmış İveriya sosiskaları, meyvə şirəsi, çebureki, qızardılmış suluqani, çirbuli, acaruli, xaçapuri və 2 isti növ yemək daxil idi. Set o qədər bol və tutumlu idi ki, yeməkləri sona qədər yeyib qurtara bilmədik. Burada 2 cür səhər səhəti təqdim olunur. Milli və Gürcü. 2 nəfərlik Gürcü set 40 manat, 4 nəfərlik isə 66 manat idi.